telefon bezdirdi mən. İşimin gücümün çox vaxtında. Kimdir yenə? Hə, deyə gənə bu. Alo. Hə, qardaş. Başa düşdüm. Amma mən istəmirəm. Nə ərə getmək istəyirəm, nə danışmaq istəyirəm. Nənəm nə deyib də, ged onda nənəmlə evlə. Sən necə adamsın? Deyirəm, istəmirəm də. O deyir, xoşum gəl. Mənim xoşum gəlmir. Hə, yaxşı, əl çək məndən. Mazgi ya, lap bezdirdi ya. Nənəm deyib, nənəm də ki, Allah and olsun, saldı da məziblə. İşim gücüm qaldı. Bu kimdir qapını sındırır? Geldim. Geldim. Sındırma qapını. Geldim. Sizsiz? Ne olub? Nə məsələdir? Onu mən sizdən soruşmaq istəyirəm, nə məsələdir? Mahirə xanım. Siz mənimlə oyun oynayırsınız? Başa düşmədim. Bu nə danışıqdır? Neyləmişəm ki mən? Mən ofisimdən qadın saçı tapmışdım. Araşdırmağa verdim. O saç sizə məxsusdur. Mahirə xanım, mənim ofisimə niyə kaska qoymusunuz? Deyirəm də, insanlara yaxşılıq yoxdur ki. Yanan da mən, yaman da mən. Yadınızdan çıxıb, ofisinizə gələn mən idim. Nə vaxt? İlqar bəy, siz zəng eləmişdiniz ha, mən götürmədim. Sonra mən sizə geri zəng vurdum, siz də açmadınız telefonu. Mən də narahat olub gəldim ofisinizə. Yadınıza düşdü? Hə, yadıma düşdü. Həmin gündür də. Bağışlayın Mahirə xanım. Bu kaskalı adam söhbəti mənim başımı xarab eləyib. Bu adam mənim ofisimə qədər gəlib girib. Səmədgil də elə bilir ki, o adam mənəm. Başa düşmədim. Kaskalı adam nədir, kaska nədir, nə məsələdir bu? Mahirə xanım, o mənə aid olan məsələdir. Sizi yormayayım. Mən özüm bu işi araşdıracağım. İlqar, İlqar. Mən uşaq vaxtı gizlənpaç oynamağı çox sevirdim. Hamıdan da yaxşı gizlənirdim. Səbirli ol, səbirli ol. Biz də Yalçın teyze gibi. Beynim çıxır yerindən Elxan, beynim çıxır. Bax, başım atır burada. Ay Allah. Öç görüm. Çoxdur, bilirəm də. Ay Allah. Bax, bura döyünür, bax. Beynim atır, beynim atır. Səbirli ol, indi biləcəm. Ana, təzgin qalxıb. Deyirəm də. 130-un 100'ə idi. Yaxşısan? Niyə əsəbləşmirsən sən? Ay, əsəbləşib eləməmişəm. Niyə əsəbləşim ki? Yaxşı, bəs onda sənin təzgin niyə qalxıb? Nə yemsən? Yəni, yaxşı yadıma saldım. Mən nə yedim gün orada? Aybəniz, o nə yedi pişirmişdin? Bozbaş, qoyun əti ilə bozbaş. Qoyun əti var idi, onun üçün də mən heç hiss eləmədim axı. Hə, ədviyyatını çox eləmişdim. Bu məni öldürəcək. Ürəyimi partladacaq, öldürəcək bu məni. Az təzyiqli adama ədəvalı qoyun əti verərlər. Hə? Yox, bu mənim axırıma çıxacaq. Bu söz verib özünə ki, ürəyimi partlatsın, öldürsün, təzyiqimi qaldırsın, beynimə qansızsın, ölüm. Bu qəsdən belə Ana, eləyir. niyə qəsdən? Bağışlayın, mən bilmirdim sizə qoyun.
ət olmaz. Ay Allah, necə bilmirdim? Min dəfə demişəm ki, mənə qoyun əti olmaz, mənim təzyiqim var, yenə deyir. Ay, bir ağıllı adam girməyəcək bu evə, Yaxşı, hə? anladım. Bir ağıllı adam görməyəcək. Az, çıx bayra. Yaxşı, Mənə sənin anladım. kimi aşpaz zad lazım deyil. Çıx get. Özüm bişirərəm öz yeməyimi. Ver bura dərmanımı. Çıx get. Yaxşı, ana, Ay, sakitləş. Yaxşı, əsəbləşmə, yaxşı. Ay, qəsdən eləyir də, qəsdən eləyir. Dərmanı ver, yaxşı. Görüm deyən, düşdü bura. İç. Yəni, dərman deyil. Hani bu dərman? Ver mənə. Ver. Əsəbləşmə də sakit ol, yaxşı. Qəsdən eləyir o, bilmirəm. Yaxşı, Qoyun tamam, əti qəsdən yedirdim eləmir. mənə. Ana, qəsdən eləmir də, indi o da bilməyib. Əsəbləşmə, sakit ol. Yaxşı, sayın. Mahmud. Saranın işindən bir xəbər var. Xəbər deyəndə ki, işdir də, gedir də. Yəni hər gün deyirsən, gedir də. Və ancaq söz verirsən. Düz deyirlər, adam 7-sində necə olursa 70-ində də elə olur. Heç dəyişmir. Yəni sən də 7-sində necə olmusansa 70-ində də eləsən. Biraz səbirli ol da. Axı bu işdir də, indi bu gedir də, iş gedir. İndi inşallah bir şey alınacaq. Yenə deyir, gedir də. Bəs nə deyim? Söz verirsən, amma əməl eləmirsən, Mahmud. Yorulmuşam və bezmişəm sənin bu söz vermələrindən. İnanmıram daha sənə. Məhəbbət, inansan hər şey düzələcək. İnansam. Bax, o yerə, o səviyyə, o həddə gəlib çatmışam ki, Saranı buraxsalar sabah artıq səni bağışlamayacağam. Niyə? Ona görə ki, bezmişəm. Adama bir dəfə inanarlar. Saysız, hesabsız dəfə yox. Məhəbbət. Gah ağlayır, gah da gülür. Çayı soyudu ya Samirə. Sağ ol, Sara gəl sən də iç. Aygül əla çay dəmliyir də, dəmli çaydır. Qaynar de. İçərəm. Mahirə xanım. Mahirə xanım. Eşidirəm, nə olub? Mahirə xanım, mənim yanıma heç kim gəlməyib. Tıxtıq xanım, məndən sənə bir məsləhət. Sən ən gözəl belə elə də. Get, sıçan bəyindən küs. Sonra da özünü at bataqlığa. Sonra da sıçan bəyin gəlsin, əlini uzadıb desin ki, əlini mənə bəstərəcək. Sən də dönən, yox, mən səndən küstərəcək. Gələn olsa deyərəm də. Nə var Mahirə xanım? Sən nə baxırsan? Göndər üzrü o tərəfə. Hər dəqiqədə məni çağırmayın. Özüm demirəm, sən bunun başı çatmır da. Aygül, sən bilərsən, bunun psixi problemləri var, hə? Var, 100% var. Deyirəm də. Ya, dəli. Mənim baş psixiatri danışdı, diaqnozunu qoydu. Yaxşı sən də. İkimizin arasında Onun fərq səndən yoxdur, çıxmıyor. infektasiya, ilhamada sozdu. Çotmurdu. Ay qızlar. Samirə gəl çayı bu işdə qızlar əziyyət çəkib çay süzüblər. Öz aramızda Aygül səndən dadlı dəmləyir. Dəmlidir çay. Sən məndən bundan sonra çay istəyərsən. Yaxşı, dalaşmayın, nə olar. Soydu ya.
gecəsi. Gecəni hansı xarabada qalmısan, hə? Sənin dəxli yoxdur. Sənə demədim gəlmə bura. Fidan, baxmaram necə qızsan. Sat yapışaram yaxandan sülüb, atarım səni küçəyə biabır eləyərəm cəmaatın qabağında. Düş qabağıma, düş qabağıma gedə evə. Heç yerə gəlmirəm mən. Sən də çıx get. Ay bəyət, harda qalacaqsan, hə? Harda yatacaqsan? Sən neyi lazım? Harda qalacağım, harda yatacağım? Mən özümü qoruyaram. Hə, bilirəm, qoruyarsan. Özün kimi küçədə qalmış rəfiqələrin evində qalmaqla qoruyacaqsan da özünü. Bilirəm. Yox, sənin evində qalmaqla, sənin məni istəmədiyim adamlara ərə verməyinlə qoruyacağım özümü. Olmasın, xoşamış. Dilin yamansan, sən. Həmişə sən böyüksən deyəndə mən sənə hörmət edirəm. Amma sən heç böyülük də eləyəmirsən. Amma mən sənə indi böyüdüyümü göstərəcəm. Çıx get buradan, səni görmək istəmirəm, sesini eşitmək istəmirəm. Mənim sənin kimi nənəm yoxdur. Get buradan. Haqqımı yaxşı ödədin. Çox sağ ol. Bax deyirəm sənə, ay anasını oxşamış. Axşama qədər sənə vaxt verirəm. Əgər durub gəlməsən evə ya, ta məndən incimə. Bildin? Bildin? Çox gözləyərsən. Bir daha bunu qalmışdı. Bu arvad... Saqqal, nə məsələdir? Niyə belə içirsən? Birinci dəfədir səni belə görürəm. Bundan sonra tez-tez görəcəksən. O belə görəcəksən ki, o qədər görəcəksən ki, bir söz var, indi deyirlər, nədir, düşəcəksən. Ha, şoka düşəcəksən. Mən belə şoklara çox düşmüşəm, amma nəsə bu başqa məsələdir. Hı? Səməd, hər sən bilsən mən kimə? Nələr eləmişəm? Çox təəccüblənərsən. Nəinki təəccüblənərsən, hətta biraz da o tərəfə düşərsən. Sən mənim bilmədiyim neynəmsən ki? Mən səni oradan çıxardacağım. Mən səni oradan mütləq çıxardacağım. Əgər mən səni çıxartmasam, yenə onu itirə bilərəm.
Ben seni oradan mütləq çıxardacağım. Ağsaqqal, nə məsələdir? Kimi çıxardırsan? Hara çıxardırsan? Nə məsələdir? Heç fikirləşmə. Səməd. Yəqin mən sabah olmayacağım. Ay! Vacib işlərim var, gərək bunları həll edeyim. Sağ ol. Çok bacarıksızım. Aybəniz, yaxşı, ağlama, sakitləş. Şşş, yaxşı. Sakitləş. Yaxşısan? Mən çox bacarıksızım. Mən çox əfələm. Elə bildim qoyun əti ona xeyir eləyəcək. Əlimdən heç nə gəlmir də, heç nə eləyə bilmirəm mən. Olacağı çarə yoxdur, oldu keçdi. Daha bundan sonra diqqətli olarsan. Bir də bilmədiyin nə olsa məndən soruş deyim də sənə. Nə bundan sonra? Eşitmədin nə dedi? Dedi rədd ol buradan. Qovdu məni. Əsəbi də ona görə. Əsəbi keçdin, düzələcək, yaxşı? Düzələcək. Məni ailəm qəbul eləmədi. Mən öz evimə zorla gedib girmədim. Deyirsən yad evdə, məni istəmirlər. Səncə mən qala bilərəm burada? Her şeyi məhv eləyirəm həmişə. Ayda, her yerim kuruyub. Deməli, anası ölmüş, gecəni burada yatıb. Yaxşı, mən bilərəm səndən nə edərəm. Görəsən Raul neynir? Salamatlıqdır. Mən hər şeyi Raula deməliyəm, belə olmur. Belə ürəyim sıxılır. Yox, risk eləyib deyəcəm. Ne olur olsun. Alo Raul, salam. Gül Məmməddir. Görüşə bilərik, sənin sözün var, vacib. Aha. Yaxşı, oldu. Ne olursa olsun. Mən düzünü deməliyim.
Əgər bacıoğlu dayısına məhəl qoymursa, deməli vəziyyət çox ciddidir. Ciddi də sözdür dayı. Çox ciddidir, çox. Qalmışam iki daşın arasında. Hə, indi nə olub? Heç nə dayı, heç nə. Aybəniz qoyun əti alıb gətirib, bişirib onu, anam da yeyib, təzyiqi qalxıb. İndi Aybənizi günahlandırır ki, sən eləmsən, qəsdən eləmsən, qovur onu işdən. Vay, lap saytlara düşəcək xəbərdir ki. Olaydı, olay. Aybəniz ağlayır, anam da inadından dönmür ki, dönmür. Yaxşı, Aybəniz heç olmasa bunu qəsdən eləmədiyini deyib anına. Deyib, ay dayı, deyib. Anam ama inanmaz axı. Haqqınızı halal eləyin. Siz mənə çox hörmət eləmisiniz. Amma mən bu evdə qala bilmərəm. Hara belə qızım? Gedirəm Fikrət müəllim. Getmək problemləri həll eləmir axı. Qalmaq da həll eləmir. Ay sağ ol. Çox düz deyirsən Çimnaz. İndi soruşuram. Bunu qəsdən eləmisən? Əlbəttə ki, yox. Yox. Onu bağışlamaq olar? Olar. Biz nə etməliyik? Sonuncu şansı verməliyik ona. Çünki nə etsin? Yəqin ki, təcrübəsi olmayıb da. Qoyun ətini, mal ətini qarışdırıb. Düz deyirsiniz. Mənim bu işdə təcrübəm azdır. Azdı. Bəs gələndə başqa şey deyirdin. Nə oldu? Qızım, keç otağıma. Yaxşı. Başa düşmürəm mən. Niyə tərəfini tutursunuz bunun bu qədər? Əvvəl bu, indi də sən. Nə məsələdir Fikrət? Çimnaz, sən gözəl bilirsən ki, bir insan bilməyərəkdən bir səhv eləyirsə, mən onu bağışlayaram. Amma bilərəkdən səhv eləyərsə, həyatımdan silib ataram onu. Başa düşdüm Fikrət. Başa düşdüm. Aferin. Ustadım, bir mənə de görüm, bu iti sözlülüyünüzün səbəbi nədədir? Mən nə qədər eləyirəm, mənim sözüm keçmir heç. Nədədir bunun sirri? Hə? Bunun üçün gərək Fikrət doğulasan. Gəl gedin. Sara söhbətini bilsə, mən batdım. Batdım, batdım. Məni də siləcək həyatından. Nə bəlaya düşdüm mən. Nə bəlaya düşdüm. Çox deyirdin yanıma gələn yoxdur. Sən gözləyən var. Keçən dəfə gələn müəllimədir. Odur, keç. Görəsən yenə nə olub? Salam. Salam xanım. Necəsiz, nəsə baş verib, Ayla yaxşıdır, hər şey? Yox, yox, heç bir şey olmayıb, narahat olmayın. Mən sizi görməyə gəldim. Çox sağ olun. Buyurun. Ayla yaxşıdır, onu deyin bilin. Dərslərini oxuyur. Bir problem odur ki, siz yoxsuz. Salam. Bu həqiqətən də böyük bir problemdir. Mən yoxam, özü də bura gəlmir, danışmır məndən. Nə məsləhət verə bilirəm, nə qızıma yol göstərə bilirəm, heç nə. Heç nə eləyə bilmirəm. Başa düşürəm. Bütün uşaqlarda belə olur. Anaya qarşı ərköyün olurlar. Fikir verməyin, düzələr hər şey. Çox sağ olun. Sizin kimi müəllimlər onun yanında
olduğu zaman ürəyim rahatdır. Keçən dəfə də gələndə inanın ki, o qədər rahatlaşdım ki. Dedim axı bizim borcumuzdur. Biz ailəyə həmişə dəstək olacağıq. Olar sizdən bir söz soruşum. Bəli, bəli. Buyurun. Siz ananızdan ayrı qalmısınız? Yox. Yox. Anam hər zaman mənim yanımda olub. Həmişə. Aha, bəs atanız? Atanızı görmüsünüz? Yox. Atamı heç vaxt görməmişəm. Demək, atasızlığın nə demək olduğunu yaxşı bilirsiniz. Çox yaxşı bilirəm. Atasızlıq həyatımda ən böyük travma olub. Cəmiyyətdə, ailədə belə inamsızlıq hissini yaradıb. Həmişə əziyyət çəkmişəm ona görə. Bəs ananız onun haqqında nəsə danışıb sizə? Yox, heç də danışmayıb. Atamın nə adını bilirəm, nə kimliyini bilirəm. Mən öz anamın adını götürmüşəm, Sara Əzizə qızı. Bəs atanız yaşayır, adını da belə bilmirsiniz, hə? Yox, dediyim kimi adını bilmirəm. Anam demişdi ki, o çoxdandan rəhmətə gedib. Rəhmətə gedib? Bəli. Çox şükür, Allah'a çox şükür. Siz bilirsiniz ki, bütün qızlar anasının talihini yaşayır. Sizə bu vəziyyətdə dəstək olan çox az olub. Amma mən sizə söz verirəm. Bütün məktəb, müəllimlər, uşaqlar, biz hamımız ailəyə dəstək olacağıq. Ürəyinizi buz kimi saxlayın. Burada rahat ola bilərsiniz. Allah sizdən razı olsun. Çox sağ olun. Nə yaxşı ki, siz varsınız. İnanın, bilmirəm minnətdarlığımı necə bildirim. Amma sizdən bir şey xahiş eləmək istəyirəm. Buyur, əlbəttə. Son vaxtlar Ayla çox qəmgin şeirlər yazır. Keçən dəfə rəfiqəsi gətirmişdi, oxudum. Bilirsiniz, o uşaqlıqdan biraz zəif olub. Depressiyaya meyilli uşaqdır. Onu məktəbdə, sinifdə depressiyadan uzaq tutmaq lazımdır. Narahat olmayın. Mən varamsa heç bir şey olmayacaq ailəyə. Mən onun arxasındayım. Çox sağ olun.
Bu ne inir burada? Sağ ol Mural. Necəsən? Sağ ol. Gəl otur. Nə inirsən? Nətər vəziyyət? Sağ ol. Gülməm mən. Mənim nömrəm səndə var idi. O hədə özün vermişdin də. Özüm vermişdim. Heç mən xatırlamıram. O sən də yaxşı qız zatsan bəyəm. Nömrədlə nəsə problem var, Murat? Yox, əşi, nə problem olacaq? Daha onda növşə öldürürsən özü. Yox, prosta fikirləşirəm ki, sən mənim nömrəmi hardan tapdın? Necə oldu mənə zəng elədin? Əslində elə onu danışmağa gəlmişəm. Sən söz deməliyəm. Elə əslində mənim də sənə sözüm var. Neyniyək? Kim birinci deyəcək sözünü, hə? Sən yoxsa mən? Kimin cəsarəti var o? Ay balam, bu filtr kuraştıran oğlan da. Ay balam, bunların ne işi var burada? Ha? Neynirlər bunlar? Ne ortak işleri var bunların? Ben başa düşmedim. Qəbrində nə işlə məşğuldur bu?
Heç birimizin cəsarəti yoxdur. Məncə də. Amma mən sözümü deməliyəm. Əsas mən deməliyəm. Dinən də. Yox, birinci səndir. Sən bu gədə ilə nə işin var az? Ha? Nənə. Nənə. Əsmər xanım, mən Sən danışma. Səni danışdıran olmadı. Söz soruşamaz səndən. Sənin bu gədə ilə nə işin var? Nənə. Sən buna görə ərə getmək istəmirsən? Nənə. Hə? Buna görə evdən qaçdın sən? Nənə. Hə? Ne göz qaş eləyirsən mənə? Ne göz qaş eləyirsən, hə? Kimi anlatmaq istəyirsən, hə? Bax, bu oğlan paltarını giyməklə kimi anlatmaq istəyirsən sən? Soxdun sən rəhmətliyin papağını yerə, az öldürmək istəyirsən məni? Ha, Ənvər. Salam, necəsiz? Sağ ol, xoş gəlmisən. Buyur keç içəri. Çox sağ olun, başqa vaxt. Oyun eşitdim xəstəxanada Çimnaz bacıma yaman kömək eləmisən. Allah Bəli. səni canı sağ eləsin. Siz sağ olun. Gördüm biraz huşunu itirib, ona görə biraz köməklik elədim. Aferin. Mən də Çimnaz xanım sənədlərini gətirmişdim. Nə sənət? Bilmirəm, huşunu itirəndə xəstəxanada qalmışdı. Mən də gətirdim. Sara yuxuda səni görmüşdüm. Nigaran qaldım. Məhəbbətə dedim ki, gedək deyək. Necəsən, nə var, nə yox? Çox sağ olun valla. Nə yaxşı ki gəldiniz. Mən də darıxmışdım. Dərmanları vaxtında içirsən? İçirəm Məhəbbət xanım, içirəm. Amma siz mənə görə narahat olmayın. Siz Aylaya görə narahat olun, nə olar? Ona göz qulaq olun. Bu mənə bəs eləyəcək. Ayla necədir? Qızım, Ayla yaxşıdır. Məktəbə gedir, gəlir, yatır, durur, yeyir, içir. Bir dənə səndən bir kefdir. Bir də çox qapalıdır. Elə bir ki, nəsə gizlədir hisslərini, fikirlərini. Nə bilim, bəlkə də qürurludur ona görə. O uşaqlıqdan belə olub, Məhəbbət xanım. Qürurlu olub. Bəlkə də. Elə müəlliməsi də onu dedi. Dedi ki, sinifdə bir çox uşaqlarla oturub durmur, daha çox tək olur. Bir dənə rəfiqəsi var. Hə, bir dənə oynan münasibətdədir, vəssalam. Hansı müəlliməsi? Ha, sinif rəhbəri gəlmişdi. Gəlmişdi ki, həm məni soruşsun, həm də ki, Ayla haqqında məlumat toplasın. Nə vaxt gəlmişdi? Dünən. Dünən gəlmişdi. Dünən? Bəli. Mən başa düşmədim, necə yəni? Axı, sinif rəhbəri rayona yasa gedib Ayla dedi. Necə gələ bilər o? Necə yəni? Bəs, bəlkə bugün gedib. Ay Sara, sən nə danışırsan? Sən hansı türmədə olduğunu ancaq sinif rəhbəri bilir. Necə yəni? Odur burada yoxdur. Onda Saranın yanına kim gəlib? Vallahi mən heç bir şey başa düşmədim. Mən bunu Ayla ilə dəqiqləşdirməliyəm mütləq. Mən bilmirəm nə deyim. Əslində o kim idi? Mənim uşağım haqqında məlumat topladı mənimlə.
Salam Çınar xanım. Salam Ənvər. Mən də elə sizin sənədlərinizi gətirmişdim. Hə, bildim. Mənim sənədlərimi mən də axtarırdım elə. Neçə vaxt idi. Çox sağ ol. Siz sağ olun. Heç bilmirəm nə sənəddir. Siz huşunuzu itirəndə xəstəxanada qalmışdı. Mən də yadından çıxartmışam ki, mən də qalıb gətirdim. Hə, mən sənə təşəkkür edə bilmədim. Mən o vəziyyətə tək qoymadın. Minnətdaram. Çox sağ ol. Siz sağ olun. Allah sizi qorusun. Çox sağ ol. Yaxşı olmadı Ənvər. Yaxşıdır. İçəri keçərdim. Başqa vaxt inşallah. Mən gedim. Başqa vaxt görüşərik inşallah. Çox sağ olun. Sağ olun.